edək ki, Vidadi Bərdəli Azərbaycan musiqisinə özünə məxsus ifar tərzi və bənzərsiz səsi ilə iz qoymuş sənətkarlardan biri idi. Onun sənəti bir çox müğənnilər üçün ilham mənbəyi olaraq qalır. Müğənni Manaf Ağayev mərhum sənətkar Vidadi Bərdəli ilə bağlı emosional açıqlama verib. Yenilik Az xəbər verir ki, tanınmış müğənni bu fikirləri ATV-də yayımlanan rəngarəng verilişində qonaq olarkən səsləndirib. O, mərhum sənətkar Vidadi Bərdəlinin sənətini yüksək qiymətləndirdiyini bildirib və onun istedadına heyran olduğunu dilə gətirib. Vidadi mənim yaxın dostum idi. Allah ona rəhmət eləsin. Onun dəyəri sağlığında lazımınca bilinmədi. Bugün bir çoxları onun sənətini dəyərləndirir. Amma o vaxtlar belə olmadı, deyə Manaf Ağayev qeyd edib. Sənətçi həmçinin mərhumun öz sənətinə və karyerasına laqeyd yanaşmasına da dilə gətirərək belə deyib. Düzdür, bəzi məsələlərdə özünün də günahı az deyildi. Amma bir şeyi əminliklə deyirəm, əgər onun sənəti, o səsi, o istedadı məndə olsaydı, mən dünyanı dağıdardım. Onun imkanları çox idi, amma o imkanları dəyərləndirmədi. Manaf Ağayevin bu fikirləri həm sənət aləmində, həm də tamaşaçılar arasında rezonans doğurub. O, sənətkarın zamanında qiymətləndirilməməsini incikliklə dilə gətirsə də, eyni zamanda onun ruhuna ehtiram göstərib və sənətinin unudulmamalı olduğunu vurğulayıb.